Akşamınız hayır dostlar. Ben Şahin. Kendime Saraların YouTube kanalına hoş geldiniz. Bayaqdan görürəm ki, toyuqlar yaman səsləri götürüb aləmi. Çünki dünəndən bir dənə tülkü gəlmişdi bura. Yəqin ki bu gecə də gəlib. Asladan girməliyəm içəri. Asla şəkildə qapını açmalıyam. İhtiyat olmalıyım. Toyuqların yeni buradadır. Hamısı sakitdir. Elə bir hiçbir şey olmuyor. Ama sesler götürmüştü alemi. Az evvel burada sanki tülkü yine girmişti. Elə bir şey hissettim. Çünkü dünen gelmişti. Yəqin məni gördülər, gəldilər dostlar. İndi hal-hazırda hamısı qaydasındadır. Mən də qasa-qasa gəlmişəm. Bəlkə də həqiqətən də. Yox, çox maraqlı. Səsləri götürmüşdü aləmləri. Siz də eşitdiniz, videoda görürsünüz. Yığışıblar hamısı bura qorxudan. Yəqin ki dünənki tülkü yenə gəlinmiş. Çünki dünən də belə bir şey olmuşdu. Eynən bu şəkildə. Tülkü gəlmişdi. Tülkü mən dünən gördüm, buradan çıxdı. Pəncərədə necə gəlib girmişdisə bilmirəm. Bugün möhkəmlətdirmişəm oranı, amma yenə də gəlib girib bu heyvanları qorxuzmaq üçün. Dünən bir dənəsinin qanadını yolmuşdu, amma heç birinə zərər verməmişdi çox şükür. Çünki son anda özümü çatdırdım. Çünki təsadüfən bağçadaydım. Bugün də yəqin ki gəlmişdi. Çünki həqiqətən toyuqlar dünənki vəziyyətini alıb səsləri götürmüşdü aləmi. Özünüz eşitdiniz. Olan səsinə gəldim. Dostlar həqiqətən də çox maraqlıdır. Amma hələ ki sakitçilikdir. Amma əminəm ki bugün də tülkü gəlmişdi bura. Çünki toyuqlar dünən bu vəziyyətə almışdılar. Bu cür qorxub yığışmışdılar qapının ağzına bu cür. Ona görə də yəqin ki bugün tülkü yenə gəlinmiş. Amma mən onu videoya çəkə bilmədim. Növbəti dəfə mütləq çəkəcəm. Neysə, videomuz bura qədərdir dostlar. Kanalımıza abunə olmağı, like atmağı, videomuza yorum yazmağı unutmayın. Teşekkürler.